Vlad, mənə bir sənə danış. Nətər oldu ki, məsəl üçün sən harda yaşayırdın? Mən Zavaqzalniyada yaşayırdım, Şərq bazarının arxasında. Orada da oxumusan məktəb? Bəli, orada da 177 nömrəli məktəb var. Oranı qurtarmışam mən. Aha. Bəs necə oldu ki, sən küçəyə düşdün, evsiz, eşiksiz qaldın, atan, anan olub da? Dədəm qumar oynayırdı. 2021-də qumarda evi uduzub, yazıb başqa bir adamlara, bilmirik kimdir. İndiyə kimi bilmirəm mən kimdir. Heç bəlkə də mama da bilmirdi. 2021-də qumarda uduzub evi, yazıb başqa bir insanların adına, özünü də asıb. Atan özünü astı. Hə, atam özünü astı. Allah rəhmət etsin. Öləzi və rəhmət. Sonra gəldilər evi aparandan sonra biz mama ilə qalmışdıq. Yəni çöldə qalmamışdıq, düzdür, kirayədə qalmışdıq. Amma yenə də Pis təsir elədi də. Bəli, ona görə bu həkim deyilənə görə o vaxtı cəmaatı aparırdılar Neftenik xəstəxanasına. O vaxtı bəlkədən xəstəxana Neftenik idi. Xətayda. Ora aparmışdılar. Mama orada yatmışdı. Mən də gedirdim, 2003-də mən İslamı qəbul eləmişdim. Gedirdim, oxuyurdum, gəlirdim, eləyirdim, gedib təkər qaraldırdım, biraz pul qazanırdım. Nəsə, indi nəsə pulumuz olsun da. İlk 2005-də mama dünyasını dəyişib. 2005-də dünyasını dəyişib. Qaldın tək. Qaldım tək, mənə qonşu baxırdı bir il, 2006-ya kimi. Sən nə yaşamısan ha? 2006-ya kimi bir il mənə qonşu baxırdı. Qonşu bir il baxdım, mən sonra getdim əskərliyə. Əskərliyə olduğum zaman, yəni periodda yaşlı qadın idi. O da dünyasını dəyişib. Mən də gəlib əskərlikdən getməmişəm. 2 dənə qızı var idi. Elə də oldu, düşdün küçələrə. Yox, küçələrə mən işləyirdim, eləyirdim. Pul qazanırdım, ev kirəyə tuturdum. Sonra başladı mənim ayaqlarım tutulmağa. Mən də Moykada işləyirdim, həm orada qalırdım. Qəşəng də bir dənə otaq var idi. Kondisioneri, televizoru, kravatı, xalçası, hər şey bomba idi ki. Başladı mənim ayaqlarım tutulmağa. Dedi, qardaş, bu belə alınmayacaq. Mən də düşdüm çöllərə. Çöllərə düşdüm deyəndə ki, nə yığırdım mən karta, bank kartına. Verdim Xırdalanda 140 manada ev tutmuşdum. 3 ayın pulunu ödəmişdim, produkt almışdım. Nəsə o yana bu yana pul qutardı. İndi sən nə istəyirsən mənim əzizim? İndi tam yəni normal həyata qayıtmaq istəyirsən, hə? Bəli. Bir dənə normal həyata qayıtmaq istəyirəm. Çünki bu həyatdır. Ağlama əzizim, düzələcək. Özümü öldürmək istəyirəm də, bezmişəm bura kimi. Dayanmaq bilmirəm, dayana bilmirəm. Yaxşı. Uzaqbaşı mən Mənim öz ürəyim oldu. 800 gün mən dayanmışdım. Odur ki, özümü sıxa. Sonra dedim, bir dənə süzmə pivə alıb 1 litr. Qəşəng bir dənə yemək vermişdilər mənə. Balıq zat. Dedim, bu balıq da pivə zat gedir. O bu getdi. Yaxşı qardaşım, dayan bir dəqiqə. Mən özüm ağlayacağam.